Salam, sabahınız xeyir olsun. Bugün bir balaca fərqli başladıq. Biz mahnısız başladıq, amma bu o demək deyil ki, bizim musiqilərimiz olmayacaq. Siz səhər mərkəzinə baxırsınız. Bugün həftənin 4-cü günüdür. Ramazan ayı yavaş-yavaş sona çatır, amma biz eyni vaxtda, eyni məkanda sizinlə yenidən görüşürük. Salam. Sabahınız xeyir olsun. Sabahın xeyir olsun Tural. Bəli, bugün fərqli başladıq. Çünki efirimiz də tam fərqli olacaq. Maraqlı qonaqlarımız var. Bayramdakı artıq bir neçə gündən sonra bayram efirində orada da çox gözəl və maraqlı qonaqlarımız olacaq. Odur ki, gözünüz bizdə, Xəzər TV-də olsun. Və bizim bugünkü qonaqlarımız... Bəli, keçid alaraq qonaqlarımıza çox sevdiyimiz bir insanlardır. İlk olaraq Azərbaycanın xalq artisti, çox sevimli bir, mən deyərdim, sənətkarımızdır. Adınız gələndə hər zaman üzümüz gülür. Bu sizi sevməkdən irəli gəlir. Azərbaycan xalq artisti Mənsum İbrahimov. Və onu müşahidə eləyirlər xalq artistimiz Elçin Həşimov və əməkdar artist Elnur Əhmədov. Sabahınız xeyir olsun. Sabahınız Buyurun, xeyir olsun. söz sizindir. Başına döndüyüm ay gözəl pəri, adətli dərərlər yaz bənövşəni. Başına döndüyüm ay gözəl pəri, adətli dərərlər yaz bənövşəni. Ağnazı əlinlə bir dəstə bağla, tərbuxan altına düz bənövşəni. Ağnazı əlinlə bir dəstə bağla, tərbuxan altına düz bənövşəni. Düz bənövşəni, düz bənövşəni, ağ buxar altına düz bənövşəni. Düz bənövşəni, düz bənövşəni, tər buxar altına düz bənövşəni. Tanrı səni xoş zamala yetirmiş, səni görən aşiq əql itirmiş. Tanrı səni xoş zamala yetirmiş, səni görən aşiq əql itirmiş. Mələklərimi dərib yerə gətirmiş, heyif ki dəriblər az bənövşəni. Mələklərimi dərib yerə gətirmiş, heyif ki dəriblər az bənövşəni. Az bənövşəni, az bənövşəni, heyif ki dəriblər az bənövşəni. Az bənövşəni, az bənövşəni, heyif ki dəriblər az bənövşəni. Başına döndüyüm bağa gəl bağa, o gözəl çöhrəndən bağa nur yağa. Başına döndüyüm bağa gəl bağa, o gözəl çöhrəndən bağa nur yağa. Dəstə-dəstə dərib düzər buxağa, bənövşə qız sevər qız bənövşəni. Dəstə-dəstə dərib düzər buxağa, bənövşə qız sevər qız bənövşəni. Qız bənövşəni, qız bənövşəni, bənövşə qız sevər qız bənövşəni. Qız bənövşəni, qız bənövşəni, bənövşə qız sevər qız bənövşəni. Tanrı səni xoş camala yetirmiş, səni görən aşiq əql itirmiş.
bənövşənim Ağlaz yəlindən Ağlaz yəlinlə bir dəstə bağla Təl buxaq altına düz bənövşənim Ay dadımı dada Mələklərimi dərib yerə gətirmiş Heyif ki dəriblər az bənövşəni Mələklərimi dərib yerə gətirmiş Heyif ki dəriblər az bənövşəni Az bənövşəni, az bənövşəni Heyif ki dəriblər az bənövşəni Az bənövşəni, az bənövşəni Heyif ki dəriblər az bənövşəni Heyif ki dəriblər az bənövşəni Az bənövşəni, az bənövşəni Heyif ki dəriblər az bənövşəni Təşəkkür Ay, edirik Məsud müəllim. təşəkkürlər. Çox sağ olun. Biz sizi dəvət Sabahınız edirik. xeyir Zəhmət olsun. olmasa gəlin. Burada rahat-rahat əyləşin. Sabahınız xeyir olsun. Xoş gördük sizi, bizim dəyərli musiqiçilərimizi də. Buyurun Məsud müəllim, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Mən həm sizi, həm tamaşaçılara salamlayıram. Bu gözəl günlə və bizim dəyərli aparıcılarımız, həmişə sevə-sevə izlədiyimiz Var olasın. gözəl bir veriliş əlbəttə ki. Şükür bu günümüzə. Şükür. Şükür. Çox sağ olun ki, gəldiniz. Məsud müəllim, mən istəyirəm bizim AFAQ-la digər qonaqlarımızı da Bəli. dəvət elə, ondan sonra söhbətimizə başlayaq və elə növbəti qonağımız Azərbaycan Respublikası Milli Məclisinin deputatı, çox hörmətli Aqil müəllim Abbası dəvət eləmək istəyirəm. Aqil müəllim, xoş gəlmisiniz, sabahınız xeyir olsun. Xoş gəlmisiniz Aqil müəllim. Sabahınız xeyir olsun. Hər dəfə sizi görəndə bizim o deməkdir ki, bizim söhbətimiz çox maraqlı olacaq bəli, bəli. və məzmunlu olacaq. Xoş gəlmisiniz, sabahınız xeyir olsun. Hoş geldiniz. Və Və növbəti qonağımız. böyük bir məmnuniyyətlə, çox sevdiyim, çox hörmət etdiyim əlbəttə ki, növbəti qonağımızdır ki, o da hər zaman, onun da üzü gülür. Onu da sevməmək qeyri-mümkündür. Hələ də musiqilərini, bəstələrini, ifasını da sevirəm. Azərbaycanın xalq artisti, gözəl bəstəkarımız Aygün xanım Səmədzadə. Sabahınız xeyir olsun Aygün xanım, Sabahınız xoş xeyir gəlmisiniz. olsun. Buyurun, Buyurun. əyləşin zəhmət olmasa. Xoş gördük. Necəsiz? Gününüz olsun. Xoş gəlmisiniz Aygün xanım. Çok sağ olun. Və Və sonda. bugünkü sonuncu qonağımız Bəli. bizim Azərbaycan Film Kino Studiyasının mətbuat katibi Ramil Ələkbərovu dəvət eləmək istəyir. Ramil müəllim, xoş gəlmisiniz, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Buyurun zəhmət olmasa. Xoş gəlmisiniz. Qonaqlarımız hamısı gəldi. Məclisimiz Düzəldi. düzəldi. Bilirsiniz, bugün baxmayaraq ki, sıravi bir cümə axşamı günüdür, 4-cü gündür və tarixlə də belə bir tarix də deyil. Amma biz qərara gəldik bütün bir kanal olaraq, bir redaksiya olaraq, səhər mərkəzi olaraq ki, biz nəyəsə görə bu yaxınlarda, bir il yarımdan biraz az əvvəl qazandığımız böyük zəfərimiz haqqında kifayət qədər danışmırıq. Və bunun üçün hansısa bir müəyyən günləri gözləyirik ki, zəfər haqqında danışaq və bir qərara gəldik ki, sıravi bir gün olsun, amma biz zəfərimiz haqqında danışaq. 8 noyabr zəfərimiz haqqında danışaq və incəsənətdə həmən bu zəfər necə təbliğ olunur. Yəni, belə bir fikirlə bizim redaktorlarımız çıxış elədilər və biz hamımız dəstəklədik. Ona görə də biz sizi böyük məmnuniyyətlə dəvət elədik ki, bu haqda danışaq və elə suallarımız Bəli, da... deyəcək sözləriniz çoxdur, bilirik. Hər birinizin çox maraqlı fikirləri var və deyəcək sözləriniz var. Ona görə də hamınızı bax buna görə yığmışıq bura. Aqil müəllim, birinci sizdən başlayaq. Bax, elə bu sualla ki, bu böyük zəfərimizi gələcək nəsillərin yaddaşında həkk eləmək üçün biz hansı addımları atmışıq və bundan sonra nə etməliyik? Sizin fikrinizcə. Müəyyən addımlar atılır, əsər də yazılıb, nə bilim, Vaqif Mustafayev filmdə çəkib, düzdələ göstərmirlər ki, gərək nə bilim, gedək festivala gələ. Filmdə çəkib, məqalələr yazılıb, poemalar yazılıb, gözəl, məsələn, Ramiz Qusarsalinin Vətən poeması yazılıb, kitab kimi də çıxıb. Yəni, yazılır. Burada sənətkarlarımız elə üfürdə də bütün günü zəfərdir. Nə var ki, elə siz deyirsiniz, zəfərlə bağlı. Amma bir də var ki, biraz şablonsuluq olur. Gərək o hissi yaşayasan, o hissi görəsən, o hissi duyasan,
Ondan sonra sən nəsə yaza bilərsən. Məsələn, mən hadisələr başlayandan qələmim ailəsini yazmır Qarabağdan başqa. 35 il nə yazıram? Qarabağ, Qarabağ, Qarabağ. Povestimdə, hekayəmdə, romanlarım da Qarabağ. Məsələn, o qaçqınlarda yazmışam ki, 3 il o qaçqın həyatını öyrənəndən sonra yazmışam. Mənim də qohumlarım qaçqın qəsəbələrində yaşayırlar. Onu öyrənəndən sonra, yəni görürsünüz ki, bəzən şablonlaşır, o hissi yaşamayıb, müharibəni yaşamayıb, müharibəni görməyib, eləməyib. Məsələn, bir dəfə bir kanaldaydım, bir qız, ağdamlı qız, o 7-8 il bundan qabağını söhbət edir. Deyir ki, Ağdam haqqında roman yazmışam. Ağdam haqqında. Dedim, neçə yaşım var? Deyir, 22. Dedim, bala, Ağdamla gedəndən sonra dədənlə sən doğulmusan, Ağdamı görməmişsən, sən heç nə yaza bilərsən? Yəni ki, o hissi yaşamayan adam onu yaza bilməz. Onun üçün müəyyən vaxt lazımdır, müəyyən zaman lazımdır. Danlayırlar ki, kino, film çəkilsin. Film çəkmək asadır deyil. Bir film bir ilə çəkilir. Və onu rejissoru, senaristi, nə bilim, kompozitorundan tutmuş, hamısı orkestrindən, bu bir sanayi deyil, bu elə bir kolxoz deyil, kolxoz təsəvvürü. Yəni bir adamın işi deyil. Və buna da pul ayrılmalı. O pul olmayandan sonra filmi çəkirlər də belə ucuz, nədə o tava kamera ilə film çəkirlər. Bunlar böyük bir şeydir. Yəni buna cəmaatı biraz çox tələsdirməyin, yaranacaq. Özdəki Seyran Savənin yaxşı bir sözü var. Bir dəfə dedi ki, hələ onda Qarabağ azad olunmamışdı. Dedilər ki, Qarabağ haqqında əsər yazırsan. Dedi, Qarabağ haqqında əsəri Prezident İlham Əliyev yazır. Sənə prezident yazır. Ən böyük əsəri o yazır. Mən o yazır. Yazdı. Mühtərəm prezident yazdı, o ən böyük əsərin yazdı Qarabağını. İndi yerdə qalanlarda bir təryatçı, şair, bəstəkar, nə bilim, bu deyil, bütün günü Qarabağda. Oturub yanımda. Rəsm müəllim. Dünyada da yayır və eləcə də burada da. Elə Şuşadan geri gəlir. Xoş gəlib, səfa gətirmişsiniz. Bu mənada deyirəm ki, biraz darıxmıyım. Mən məsələn Dolu romanını müharibədən təxminən 16-17 il keçəndən sonra yazdım. Çünki özə doğma... Birinci Qarabağ müharibəsi. Hə, bəli. Çünki o qədər doğum hissidir. Mənim bütün sinif yoldaşlarım yarısı müharibədə ölüb. Dostlarımın demək olar ki, 90% müharibədə şəhid olur. Falan o evim yanıb, eşiyim yanıb, nəslim çöllərdədir. Bunu yazmaq istəyirdim. Amma otururdum, yaza bilmirdim. Ağlayırdım. Əlimə qələm alırdım, yadıma düşürdü ki, Əhbər müəllim öz oğlunu yox, Hacı Əhbər, öz oğlunu, Sənanı yox, müharibədə şəhid oldu. İkisi də yaralanır, 2 nəfər yaralanır. Biri bunun tələbəsidir, biri oğludur. Gedib Əhbər müəllim birini çıxarda bilər də güllənin altına. Gedib tələbəsini çıxartmışdı. Oğlunun Rey Kərimoğlu çıxartmışdı. Yəni, bu hissi sən fikirləşdə ata oğlunu yox, öz tələbəsini, şagirdini xilas edir. Şagirdirlər, peşəmətəyin tələbələri edirlər. Yəni bu hissi gərək tutasan, yaşayasan, gözün qabana. Mən bu dəqiqədə Dolunu oxuyanda ağlayıram özüm təzdən. Çünki o hissləri yaşamışam. Onun filmi də çox təsirlidir. Filmi də Elxan, mən bir gözəl bir məsəl deyim. Hamı deyir Aqil Abbasın filmi. Aqil Abbasın filmi deyil. Nə mənada? 100 dənə kino adı çəkərəm, film adı çəkərəm. Bütün, heç birinin senaryo müəllifi yadınıza düşməz. Amma rejissor yadınıza düşür. Filmi film eləyən rejissordur. Rejissordur filmi film eləyən. Senarist yazar, zibil yazar, rejissor ona gül düzəldər. Yaxud gül yazar, rejissor ona zibil düzəldə bilər. Yəni rejissordur. Mən Dolu filmi çəkiləndə, Elxan Cəfərov veriləndə, mən də biraz çılğın adamam, belə. Düz istəyəm, xanımım dedi ki, qətiyyən rejissorun işinə qarışım. Sən nə bilirsən? Dur, yazı filmisən, dur kənarda tamaşa elə çəksinlər. Doğrudan qarışmadım. Yoxsa qarışsaydım elə film alınmayacaq. Çünki bunu da elə, bunu belə elə. Onda icazə verirsə həmən o filmdən qısa bir fraqmentə biz bir yerdə baxaq, daha sonra davam eləyərik. Buyurun. Gel görürüm. Burak. Geç.
Erməni qızıdır. Götürdü bizi. Levon'u tanıyırsan, Ne Levon, hansı Levon'u? yalan deyirsən, tanıyırsan. Bilmirəm, hansı Levon'u deyirsən, tanımıram. Tanıyıram. Dünən buradaydı, gece getdi. İndi hardadır? Bilmirəm, öldürmə məni, bilmirəm. Yalan deyirsən, düzün de. Bilmirəm, məni öldürmə, bilmirəm. Bırax bunu. Necə yəni, bırax? Mən arvad davası eləmirəm. Biz torpaq davası eləyirik. Hisslərdən söz düşmüşkən, o deyirsiniz, yaşamaq lazımdır, hiss etmək lazımdır ki, qələmə həkk eləyəsiniz. Şuşadan yeni gəlmişsiniz. Nə hiss keçirtmisiniz, nə duymusunuz? Növbəti dəfə hansı Növbəti hisslərlə dəfə, bəli. gəlmişsiniz? Əlbəttə, o birinci dəfə getdiyimiz Xarı Bülbül festivalına mayın 11-də getmişdik. Təbii ki, bütün hamı getmişdi əlbəttə ki. Birinci o qalanın üzərindən böyük bir üç rəngli bayrağımız asılmışdı. Bax, o bayrağı görəndə mən onda hiss edirdim ki, biz qalib gəlmişik. Dərk elədim yəni. Yalnız onda. Yəni yox, yəni bilirdim ki, amma daxilən artıq onu mən, çünki mənim uşaqlığım Şuşada keçib hamısı. Mən Ağdamdanam da. Ağdam mən bilir, belə günümüzün yarısı Şuşada keçir. Yəni onu gözümlə görəndən sonra Şuşa bilirsiniz də zirvədir. Onu görəndən sonra hamımızın gözlərimiz doldu. O anı yaşadıq da, bayrağımızı gördük, demirlər, şükür. Şuşa, çünki ondan biraz əvvəl orada mənfurların, orada rəqslərini görmüşdük falan. O bizi əlbəttə ki, çox pis təsirləmişdi. Amma Ali Baş Komandanımızın o yumruğunu orada görəndən sonra, əlbəttə ki, bayrağımızı görəndən sonra birinci o hissləri keçirdik. Sonra Cıdır-Cündəki o festivalda çıxış elədik və bir anlıq mən dostlarıma dedim ki, siz hiss edirsiniz ki, haradasınız. Çünki 30 il o həsrəti biz çəkmişdik. Çünki biz özümüz o torpaqda doğulmuşuq. Bəlkə də o hissi bizim qədər başqa adam yaşaya bilməz də. Biz ora həsrətlə baxırdıq. Mən deyirdim ki, dünyanı gəzirik biz. Buradan bura öz əlimizi atsaq çatar da. Baxırdıq dörd yoldan Şahbulağın qalasını görürük. Amma gedə bilmirik. Təsəvvür edin də bizim halımızdır da. Biz nə keçirdirik də. Bax, ona getdik, gördük. Bax, o hiss bizə... Növbəti dəfə gözümüz aydın olsun deyirəm. Bu Zəfər qurultayına ki, getdik. Bəli. O da bir başqa hiss idi. Təsəvvür edin ki, Şuşa çox da böyük bir şəhərdə öldü. Bir 450 nəfər nümayəndə gəlib. Onlar hamısı bir saat vaxt tapan kimi şəhərin küçələri, hər dağı, daşı insanlar bax belə elə bil ki, o qədər həsrətini çəkmişdilər. Hər daşı istili əllərini vursunlar, şəkil çəksinlər. Hiss eləsinlər onu. Mən onların təbii ki, hissini başa düşürdüm. Və o zəfərdə biz nə oxuyurduqsa onlar onu oynayırdılar. Məsələn, Mehriban olaraq oxuyurdum Qarabaş kəsəsinə. Çünki artıq bu adi oynamaq deyil. Necə ki, Aqil Abbasla biz Ağdamda 28 noyabrda Ağdam təhvil alınan 8-ci günü biz səfirlərə o da bir kiçik bir konsert verdik o dağılmış yerdə. Aqil mənim bir anlıq paltosunu atdı, mən Qarabağ mahnısı oxuyurdum. O başladı əl götürdü oynamağa. Və bunun arxasınca Qarabağ Futbol Klubunun komandası başladılar oynamağa. O adi oynamaq deyildi. O torpağa qovuşmağın, həsrətin Allaha bir təşəkkür idi. Bilirsiniz, mən onu məsələn Aqil müəllim keçirdi. Bir də mən onu bilirdim ki, onu nə oynamaqdır. Bilirsiniz, bax o hissləri biz gördük, yaşadıq. Təsəvvür edin ki, özü balaca bir yer qalmaq, insanlar 3-4 qalırdı, amma heç kim belə nə deyim, belə narazılıq eləmirdi. Sanki bir orada müqəddəs bir torpağı ziyarat edirdilər. Qarabağ bizim üçün bu günlər müqəddəs bir torpaq oldu. Niyə? Azərbaycanın bütün bölgələrindən igidlərimizin qanı tökülürdü. Və hər qarşında qanı. Bax, Füzulidən Ağdam, Şuşaya gedirdik, o təpələrə baxırdıq da. Mən deyirdim ki, dostlarıma, bir nəfər xaricdən gəlmişdi, həm yerlimiz var. Mən deyirdim, bax, bu təpələrin hər bir uğrunda qan tökülüb. O yüksəklər elə belə alınmayıb. Və biz burada deyək ki, bir saat getdik, çıxsıq. Onlar orada əyaqla gedirlər və elə belə getməyib. Günlərlə, yağışın altında, soyuqda, nə bilim, çətinliklə neçəsi şəhid olubdu. Ona görə də biz o torpağı 150 yapışmalıyıq. Siz artıq müqəddəs ziyarətgahdır. Məsələn, mən gözləyirəm ki, mənim qardaşım da oğlu Laçında şəhid olub. O da xüsusi təyinatlı idi. Mən gözləyirəm ki, ora minadan təmizlənsin, mən gedim o yeri ziyarət edeyim. Eləcə də başqa bütün o şəhid valideynləri. Ki, kimin uşağı harada şəhid olubsa, onlar onu gözləyirlər ki, gedib oranı ziyarət eləsinlər. Allah arzularımıza çatdırsın hamısını. Bütün şəhidlərimizə Allahdan rəhmət dilirik, qazilərimizə. Ben bir söz diyeyim. Buyurun. Şəhid ailələrinin
nə təsəlli verirsən ver, o düşdüyü yeri yandırır. Həmişə şəhid ailələrlə görüşəndə deyirəm ki, inşallah gedərsiniz, balalarınızın şəhid olduğu yerə, görərsiniz balalarınız çiçək olub çıxıb, gül olub çıxıb, çınar olub çıxıb, gilanar ağacı olub çıxıb və onlar elə onların töküldüyü, qanı töküldüyü yerdə gül, çiçək, onlar sizə biraz təsəlli olacaq. Ya bu çınar mənim oğlum. Aygün xanım, Zəfər nəğməsini yazmısınız. Günay İbrahimli onu ifa eləyib. Bundan başqa da digər yazdığınız, bəstələdiyiniz əsərlər də var. Amma başqa bəstəkarlar, gənc bəstəkarlar bu Zəfər mövzusuna kifayət qədər az müraciət edirlər. Sizin fikrinizcə o nə ilə bağlıdır? Birincisi, mənim Zəfər nəğməsi mənim bir neçə əsərlərindən biridir. Yəni, ilk və son deyil. Bəli. Və bu 44 günlük müharibə günlərində daha belə bilirsiniz, başqa bir enerji ilə çalışmışam, bilmirəm. Yəni, o müharibədir, müharibə fəlakətdir, bütün xalqa, dövlətə, hər yerə zərbədir. Amma eyni zamanda qəhrəmanları üzə çıxarır, bir də insanların emosiyalarını bədii şəkildə üzə çıxarır. Yəni, müharibənin özünün sənətdə də qanunları var və mən həmən il dövr ərzində çox əsərlər yazmışam. Bir də bayaqdan bizim söhbət eləyirlər, müharibədən sonra Qarabağ torpağına səfərlər filan. Mən də Qarabağa müharibə bitəndən sonra ilk gedənlərdən oldum. Məhz sənətlə getdim, layihə ilə getdim, mədəniyyətimizin də qayıtması layihəsi ilə getdim və görmüşsünüz, bilirsiniz, Qubadlıda o müharibə gedən ərazilərdə, Rayəldə Həsrətə son əsərini ifa elədim. Bayaq Aqil müəllim deyir ki, onu hiss eləmək lazımdır. Yəni, o şeyləri düzdür. Biz müharibədən həmişə bütün ömrümüzün ən gözəl illəri bu həsrətlə keçib də əslində hamımızın. Və mən bu əsəri yazmışdım, Qarabağla bağlı idi, Həsrət idi adı və mənim konsertlərimdə də ifa olunmuşdu. Və mən həmin o əsəri ifa eləyəcəkdim orada. Bu torpaqlardan keçə-keçə, o dağıntıları, o müharibənin yaratdığı fəlakətləri və ümumiyyətlə o torpaqların qayıtmasını görə-görə elə bil ki, gedə-gedə mənim içimdə o musiqinin davamı yarandı. Və mən çəkiliş vaxtı o klip çəkildi və mən dedim ki, materiallarınız var, amma musiqi məni qane eləmir. Çünki mən artıq qalib bir ölkənin vətəndaşı kimi gəlmişəm torpaqlara. Ona görə mən onun davamını yazmalıyam. Həsrət yox, həsrətə son olmalıdır. Və elə də oldu. Gəldim Bakıda onun davamını yazdım. O torpaqlardan aldığım təəssüratla. Və ikinci səfərim də mənim də Xarı Bülbül festivalında olmuşdu. Ondan sonra da, yəni mən hər ümumiyyətlə vətən mövzusu mənim üçün leitmotivdir də yaradıcılığımda. Hər şeyi kənara qoyaram, ancaq Azərbaycanla bağlı nə qədər istəsəz yaza bilərəm. Və ondan sonra da Qarabağ haqqında yazmışam, Baba Vəziroğlu'nun sözlərinə ifa olunub. Can Azərbaycan, Diaspora marşı. Biz Diaspora marşını mənə dedilər yazım. Müharibə başlamamışdan, sentyabrın 11-i. Heç biz bilmirdik müharibə başlayacaq, nə olacaq. Sentyabrın 11-ində mən bu mahnının aranjman, oxutmaq filan və sentyabrın 25-də biz studiyadan artıq mahnı ilə çıxdıq. 27-si müharibə başladı və zəfərlə bitdi. Orada olan sözləri biz artıq qalibiyyətdən sonra dəyişdik. Yəni, Qafqaz bir gün silkələnər zəfər səsindən idi. Oldu, Qafqaz bir gün silkələndi zəfər səsinə və s. Yəni, bir də mən sizə bir şey deyim. Müharibə dövründə bilirdiniz də, bütün radiolar, televiziyalar, bax, bayaq sizin dediyiniz sözə gəlirəm, hər gün vətənpərvər mahnılar verirdilər və s. Yəni, insanda bu ruh yüksəkliyi yaradır hər bir an. Biz elə bir ölkədə yaşayırıq ki, bizim
sərhədlərimizdə, yəni qonşularımızdan belə deyək də, tam arxayın deyilik də. Başqa, mən həmişə Avropanın bir çox ölkələrinə baxan deyə bəxtəvərdilər. Yəni, nə gözəl, mehriban qonşuluqlar var. Amma biz həmişə səfərbər olmalıyıq. Həmişə belə, necə, ayıq-sayıq olmalıyıq. Və bu təkcə, yəni, sərhəddə sərhədçilərin işi deyil. Eyni zamanda daxilən heç nəyi həm unutmamalıyıq. Mən ona görə fikirləşirəm ki, hər səhərimizi biz vətənpərvər mahnılarla açmalıyıq. Radiolar, fərqi yoxdur. Bu məqamda sizin sözünüzü kəsəcəm Aygün xanım. Bizə bu verilişə həddindən artıq çox müğənnilər, ifaçılar, sənətçilər, sənətkarlar gəlirlər. Amma xüsusi bir gün deyilsə, onlar vətənpərvərlik mahnısını oxumurlar. Yəni, olmayıb ki, kimsə desin ki, mən burada vətənpərvərlik haqqında mahnı oxumaq istəyirəm, biz deyək ki, yox, gəl, yaxşısı budur, bir də rəqs havası olsun. Bunun dərdi nədir? Bunun özəyi hardadır? Aqil mənim, sizin fikrinizcə ki, onlar ancaq xüsusi günləri gözləyirlər. Ümumiyyətcə belədir də, vətənpərvərlik haqqında danışmaqdan çox iş görmək lazımdır. Mahnı oxumaqdan da çox, onu yaratmaq lazımdır. Yəni, onları qınamır. İndi düzdür, toylarımızda bizim neçillərdir, uvertura ilə başlayır toylarımız. Uvertura ilə başlayır. Bu, amma da onu toya çağırmıyorlar, gəl, sən vətənpərvərin mahnısı orada, biz də ağlayaq. Yaxud da sevinək. Mən istəyəcəm sizdən eşidim. Məsələ bundadır. Və gördünüz, Aygün xanım nə dedi? Deyir, həsrətin yazmışdım, getdim, o hissi yaşayandan sonra həsrətin sonu yazdım. Yəni, bəyək dediyiniz şeydir ki, o görmək, yaşamaq falan. Mənim bir sevimli sözüm var, doğrudan elə deyil. Birinci dəfə Cıdır düzünə gedəndə bizdə şey hiss elədim. Gəldim Cıdır düzü. 2 məqalə yazdım. Mehriban xanıma da ithaf elədim. Birinci vitse-prezidentə ithaf elədim. Çünki Azərbaycan, Mehriban xanım olmasa Azərbaycan muğamı da ölmüşdü, musiqi ölmüşdü. Bunu bilirsiniz. Ona göre. Cıdır düzü adi düzdür. Adi düzdür. Ve 30 ildir bizim ayağımız değmir ona. Onlar da fikir vermiyor. Cıdır düzüne birinci girende deli oldum. Cıdır düzünde şırımlar vardı, ayağım düşse kılçın kırlardı. Böyle bütün cadar idi, bütün Cıdır düzü. Bir tane ot yoktu. Düzde biz gidende otun yağışı vakti. Kışta kar yağırdı. Cıdır düzünde karı temizlendi, aslında yamyaşlı otudu. Yamyaşlı otudu. O kadar bu torpakta sanki bizim həsrətimiz çəkir ki, çünki onların döyül deyil, onlar fikir vermir. Torpaq cadar. Amma bu yaxınlarda bir oyun getmişdim uşuya, gördüm elə gözəlləşib. Yaşıllaşıb. O cadarlar, yaralar bizim ayağımız dəyəndən sonra, bizim sığalayandan sonra, eldən sonra o yaralar sağalıbdı. Elə bir ki, torpaq bastığı yaralar. Bəli. Ramil müəllim, bizim böyük zəfərdən sonra kinostudiyamız, Azərbaycan Film Kinostudiyası Fəryad 2 filmini çəkdi. Hələ düzdür, görməmişik, deyirlər görəcəyik nə vaxtsa. İndi hansı işlər görülür ki, növbəti, hər gün olmasa da belə növbəti vaxtlarda, növbəti üzümüzə gələn günlərdə, aylarda biz görəcəyik bunu? Yəni, sırf kinostudiya tərəfindən. Siz özünüz həm də rejissorsuz, həm də ssenaristsiniz. Bəli, bunu deyim ki, mən zəfərdən sonra mən inanmıram ki, bizim heç bir sənətkar, istər yazıcı olsun, istər musiqiçi olsun, eləcə də kino xadimi boş dayanmır. İstənilən halda proses gedir. Yəni, dəyərli Aqil məndə, Məsum məndə, Aygün xanımda dediyi sözlərdən də belə nəticə çıxır ki, bu elə bir hissdir ki, birinci bunu yaşamaq lazım. Ümumiyyətlə, sənət elə bir hissdir ki, elə bir sənətkar, elə bir sənət əsəri ortaya qoyur ki, onu yaşayıb, bir növ mənəviyyatından keçirib ortaya qoymalıdır. Yəni, bu hər hansı bir zavod məhsulu deyil ki, qəlibləşdirilmiş şəkildə ortaya çıxsın. Bu şəkildə də yəni, istehsal davam edir. Mən indi bir sadalayacağım, yəni görəcəksiniz ki, il yarım ərzində xeyli işlər görülüb. Deməli, zəfərdən sonra ilk olaraq Böyük Qayıdış adlı bir müsabiqə elan, kino müsabiqəsi elan olundu Mədəniyyət Nazirliyi tərəfindən. Bu müsabiqə nəticəsində 11 qalib layihə seçildi. Bunlar qısa metrajlılar idi. Onlardan 5 bədii, 4 sənədli və 2 animasiya filmi istehsalatı davam edir. Onların Aqil müəllimlə bayaq vurğuladı ki, kino uzun müddətli bir prosesdir. İstənilən halda təxminən 1 ilə yaxın vaxt lazımdır ki, film ərsəyə gəlsin. O ssenarinin təkmilləşdirilməsi, filmə çəkilişə hazırlıq prosesi, çəkiliş və onun
montajı, çəkilişdən sonraki proses uzun müddətli bir prosesdir və onlar davam edir. Yaxında yəqin ki 11 film, biri artıq tamaşaçılara Fulya sənədli film var idi. Türkiyəli jurnalist Fulyanın Vətən müharibəsindəki, bəli. Onun istehsal olundu, oktyabr ayında o nümayiş olundu, tamaşaçılara kinoteatrlarda göstərildi və geniş təqdimat da keçirildi. Həm burada, həm Türkiyədə müştərək istehsal idi bu. Digər filmlərin artıq bir çox təhvil verilib, onların planlaşdırılması, proqramlaşdırılması gedir. Tədrici şəkildə bunlar təbii ki, tamaşaçılara nümayiş olunacaq. Bundan başqa Görünməyən Qəhrəmanlar adlı sənədli filmlər silsiləsi istehsal olundu. Bəli, İctimai Televiziya vasitəsilə. Azərbaycan Film Kinostudiyası ilə İctimai Televiziyanın müştərək işidir. Yəni, mənimlə gəlir ən böyük proyektlərdən, ən böyük layihələrdən biri budur. Çünki bunlar burada konkret olaraq Vətən müharibəsində iştirak edənlərin müxtəlif qoşun növlərinin, quru qoşunlarından tutmuş, xüsusi təyinatlılar olsun, artilleriya olsun, sərhəd xidməti olsun, bütün qoşun növlərinin, bütün o müharibədə iştirak edən əsas üzvləri ilə, iştirakçılarla, döyüşçülərlə müsahibələr alınır. Bu müsahibələrdən sənədli filmlər. Yəni, birbaşa şahid. Sizin sözünüzə qüvvət olaraq biz də Xəzər televiziyası olaraq 2 filmimiz var bizim, sənədli filmlər. Kod adı Yaşma və Zəfər İşığıdır. Bu da bizim bu böyük zəfər haqqındadır. Amma baxın, yerli istehsaldır. Yəni, Xəzər televiziyasının hüdudlarındakı istehsaldır bu. Mən geniş miqyasından danışıram. Amma yeri gəlmişkən deyirəm ki, gəlin həmən o filmlərdən qısa fraqmentlərə baxaq, daha sonra söhbətimiz davam edərik. Buyurun. Ön xəttin yarılması əməliyyatlarını icra edən xüsusi təyinatlı qüvvələr dərhal sürətlə qarşıdakı təpələri və strateji yüksəklikləri ələ keçirməyə başlayıblar. 30 ildir səbirsizliklə gözlədikləri əmri indi qanları bahasına olsa belə ölümün gözünə dik baxaraq icra edirdilər. Onların ən böyük üstünlüklərindən biri isə düşmən bölmələrini pərən-pərən salaraq onların arasındakı rabitə əlaqəsini qırmaq idi. Xüsusi təyinatlı qüvvələrin bu taktikası düşmən ordusunda böyük panika yaradırdı. Şuşada yanan gür işıqlar ermənilərin gözlərini qamaşdırır. Ermənistanın Hırapark nəşri aylar əvvəl Şuşanın işıqları haqqında yazmışdı. Məqalədə qeyd olunur ki, Şuşada yanan gür işıqlar Xankəndinin hər yerindən görünür. Acı təəssüratlarla dolu olan bu məqalə əslində ermənilərin ən acınacaqlı vəziyyətini göstərir. 30 ildə onların etmədiyini Azərbaycanlılar cəmi bir neçə ay etdilər. Yenə də deyirəm ki, bu bizim Xəzər televiziyasının istehsalıdır. Amma geniş miqyaslı, böyük. Baxın, deyirsiniz ki, qısa metrajlı filmlər çəkilir, qısa metrajlı animasiyalar çəkilir. Buyurun. Filmin gücün qısa metrajlı filmdə o deyil. Bir romanı yazarsan, oxuyar 100 bin adam. 200 bin adam, ondan əmin. Bir filmi çəkərsən, filmin 1 milyard adam baxır. Filmin gücü qədər, güclü, hətta Lenin derdi film həm kollektiv təşkilatı falan filmdən var. Yəni filmin gücü o qədərdir ki, o bütün, indi bir də onu deyim. Bu siz ya o biri kanallar birbirinizi qısqanmayın. Sizin tutalım İctimai Televizyonu versə, Xəzər də versin. Sizin çəkmisiniz, çox rahatıq bu işdə. Siz çəkmisinizsə, onu ASTV də versin, o biri kanallar da versin. Görürsən, hərəsi bir sənədli film çəkir və öz tamaşaçılarına təqdim edir. Əminəm ki, bizə müraciət eləsələr ki, o filmi verin, nümayiş etdirək, bizdə heç kəs onu etiraz edilməz. Eləməlidirlər də. Məsələn, bir gözəl film var, müharibədən əvvəl çəkilir, Rıza Rızayev çəkib. Doluda Drakonu oynayan oğlan çəkibdi. Yeyilməmiş ayaqqabılar. Qeyri-adi filmdir. Qeyri-adi. Elə bil ki, bugün üçün çəkilib. Zəfərdən sonra. Yəni orada simvolik çox. Heç bir televiziya kanalı onu vermir. Hələ indiyəcən bir də işte bağış olub, balaca bir zalda gedib baxmışım. Niyə vermirlər? Verin də sənədli film 15 dəqiqə, 20 dəqiqə o ekrana çıxmır. Yəni sən gedib onu göstərə bilməzsən fəryat kimi, ya biz qaydacı, ya yalan kimi, ya kimi. Gedib onu sən göstərə bilməyəsən hesabda. O kiçik bir uzaq başı kinodan əvvəllər olur deyil. Kinodan əvvəl bir, onu da göstər ya da televiziyada göstərə bilərsən. Onu da tamaşaçısı o deyil. Bədii filmin gücü, qüdrəti ayrıdır.
Aygun xanım, baxın, indi filmdən danışdıq, çəkilişlərdən danışdıq. Sizə müraciət olubmu ki, məsəl üçün, Zəfər haqqında bir film çəkilir, bu 44 günlük müharibədən baş verənlər və o musiqi tərtibatını sizə veriblərmi, həvalə eləyiblərmi? Bu son vaxtlarda yox. Olmayıb. Belə bir təklif sizə olmayıb. Əvvəllər yəni işləmişəm, elə Elxan Cəfərovla işləmişəm Əlavə Təsir filmini. Sonra serial işləmişəm, Sir serialı. Sonra Fikrət Əliyev, rəhmətli Fikrət Əliyevin sonuncu filmi idi, Axırıncı Dayanacaq. O filmlərdə işləmişəm. Ondan sonralar belə müraciət olmayıb. Lazım bilməyiblər yəqin. İnşallah olar. Bax, nə qədər ki biz deyirik ki, vətənpərvərlik mahnıları xoşlamırlar, oxumurlar, çünki onu tələbat o qədər deyil. Amma Məsud müəllimin elə bir günü yoxdur ki, bizə qonaq gəlsin və vətən haqqında bir mahnı ifa eləməsin. Müəllimin oğlu hamısı vətənpərvər. Lap sarı gəlin olsun, o da vətənpərvər. Buyurun Məsud müəllim. Mehriban olaq, mehriban olaq, mehriban olaq.
Çox gözəl. Təşəkkürlər Aygün xanım. Hər zamanki kimi musiqiləriniz danışır. Hətta söz belə yazmağa ehtiyac yoxdur. Təkdən tükdən, məsəl üçün, müğənnilərimiz, sənətkarlarımız yox, bəstəkarlarımız yox. Yəni, çox azdır. Yəni, bütün hamı bərabər, hamımız bərabər bunu edək. Düz deyil. Siz, bax, belə peşəkar əsərlər azdır. Bax, bizə müharibə vaxtı da, ondan sonra da çoxlu mahnılar təqdim elədilər. Təbii də, yəni özləri yazan adamlar vardı. İndi təbii ki, hər kəsin ürəyindən keçirdi də, bəstəkar olan da, olmayan da. Amma biz hamısına qulaq asırdıq ki, hamısı bir-birini oxşuyur. Mən təbii ki, heç vaxt biz axı indi o vaxtımız deyil ki, oxumaq xatirinə nəyisə oxuyaq da. Gördüm ki, yəni o deyil də, şablon musiqilər, hamısında belə eyni şeylər. Həmişə mən dedim ki, elə bir şey yazın ki, fərqli bir şey olsun. Yəni o fərqli bir söz desin. Məsələn, hal-hazırda Türk dünyasının birliyinə aid əsər lazım. Məsələn, Turançılığa aid lazım. Mən sözlərdə oxudum orada, muğamda oxudum onu. Amma onu vəsf eləyən və yaxud o birliyə çağıran samballı əsərlər lazım. Şəxsən mən gözləyirəm, hamısı efirdə mən bütün bəstəkarlar... Baxın, məqamıdır. Gəlin elə səslənək, hər kəsə. Biz məsələn, bax, Zəfərdən sonra getdik Ankarada, Cumhurbaşqanı Orkestr Sarayı var, təzə, 2500 nəfərlik. Biz orada bir Zəfər konserti verdik dostlarımla. Bütün zal 2500 nəfər. Bizdən bütün mahnılarımızı oxuyurdu. Hamısını oxuyurdular. Həm türklər, həm bizimkilər, yəni Azərbaycanlılar. Və ondan sonra biz İsveçdə, Norveçdə və yaxında Dubai Expo'da olduq. Hamısında eyni. Biz insanlara təzə bir, məsələn, Qarabağ mahnısı bizim hansı bir simvolumuzda, Şuşanın dağları. Niyə yeniləri yaranmasın ki? Bax, siz peşəkar, həm sözləri, həm musiqisi. Məsələn, biz onu gözləyirik. Məsələn, biz xalq mahnısı, biz Şuşada Xarablı festivalında, indi bunu oxuyacağım mən burada. Biz Qaçaq Nəbi oxuduq. Və təsadüfən oxumadıq. Qaçaq Nəbi Zəngəzurun simvoludur. Zəngəzurda o mənfur düşmənlərlə vuruşub və o mahnı da orada yaranıbdır. Biz ona görə oradan bir mesaj kimi onu elədik. Amma yeniləri lazımdır. Və siz düz deyirsiniz, peşəkarlar lazımdır. Belə şablon mahnılar çoxdur. Qulaq asırsan, qulaq asmaq istəmirsən. Adamı çəkmir mahnı. Amma görürsünüz, bax, bir qısa bir şey qulaq astıq. Elə bir, sanki bir anlıq oradaydı. Siz əhatə elədi. O qayıdışı əhatə elədi o. Hardan başladı, harda bitdi, bəli. Bilirsiniz, bax, mən onu demək istəyirəm. Orkestrlərlə, məsələn, biz simfonik orkestrlərlə konsertlər veririk. Bizim simfon muğam layihəmiz var. Şur simfonik muğam eləmişik, rast eləmişik, Qarabaş kəsəsini eləmişik. Və hətta onun CD-si də çıxdı bu yaxında. Yalçın Adgözəlovla bizim bərgə bu Liep orkestri ilə, Latviyanın məşhur Liep orkestri ilə bizim simfon muğam layihəmiz çıxdı. Amma biz istəyərək, bax, burada da çıxsın, bilsiniz, yeni əsərlər çıxsın. Yeni niyazilərimizin yazdığı kimi, üzeylərimizin yazdığı kimi, axı, müasir də bu insanlardır da. Zaman keçəcək bunlar, onun yerini tutacaqlar. Bilirsiniz, bəlkə də öz zamanında bəlkə görsənmir. Amma yazırlar. Amma peşəkarlar az yazır. Nəyə görə azdır o peşəkarlar? Onu onlardan soruşmaq lazım. Buyurun. Aygün xanım deyəsən fikri var bu barədə. Mən birinci onu demək istəyirəm ki, bu vətən mövzusu, Azərbaycan mövzusu, Qarabağ mövzusu elə mövzudur ki, o bizim toxunulmasına biraz belə cəsarəti çatan insanlar əslində bu mövzularda yazır. Hər adam yazmamalıdır məncə. Hər adam da olsa şablon olacaq. Yəni, siz necə bu mövzulara biraz diqqətlə yanaşmaq lazımdır. Mən, məsələn, bayaq Məsum müəllim deyir, türkçülüklə bağlı. Məsələn, mənim böyük Əhməd Cavadın sözlərinə silsilə əsərlər yazmışdım və özüm də həmişə fikirləşirəm ki, o əsərləri yazmaqla bu 2018-ci ildən Zəfər dövrünə qədər mən elə bir müharibəyə hazırlaşırdım yaradıcılığımla və mənə elə bir 100 ildən sonra Əhməd Cavad şeiriyyatı, Emin Abid Güldəkin şeiriyyatı kömək olub həmən dövrdə. Və sizə deyim ki, Ey Türk, Bismillah, sonra Türk ordusuna, elin bayrağı, şəhidlərə, bu əsərlər hamısı eyni mərhələdə yazıldı və onların hamısında bizim çox gözəl sənətkarlarımız Elnur Əhmədov və Elçin Həşimov iştirak ediblər bütün əsərlərdə və bizim gözəl qastrol səfərlərimiz olub. Xalq artisti Teyyub Aslanovla bərabər, Orxan Cəlilov, Nigar Cəlilova. Yəni biz çox gözəl səfərlərdə olmuşuq, çox böyük, hətta Ey Türk böyük müvəffəqiyyətlə bütün Türk dünyasının sonda, yadınızdadır da, hamısının yığışması ilə o əsər səsləndi.
Düz deyir Məsum müəllim, yəni belə əsərlər olmalıdır və hər bir böyük sənətkarın yaradıcılığında, repertuarında olmalıdır. Və məsələn, həmən işləri görərkən də çox gözəl musiqiçilərlə, professionallarla işləmək lazımdır. Məsələn, Əvəz Muradovla biz daimi işləmişik, bizim ən peşəkar sənət adamımız və Elçin Elnur, yəni bizim daimi və yenə də orada başqa ifaçılar var, amma ayrılmaz, biz ayrılmaz dostlarıq və elə bil ki, siz o musiqilərin içində məhz bu insanların çalğısı, ifası olmalıdır ki, onlar doğrudan da səmimiliyi göstərə bilsin, vətən sevgisini göstərə bilsin. Vətən sevgisi deyərkən, məsələn, mən Elnurun kamanı, Elçinin tarı, onlarsız təsəvvür eləyə bilmirəm vətən mövzusunu. Aygün müəllim, baxın, Aygün xanım deyir ki, kaman, tar, bizim dostlarımız Elnur, Elçin. Bəs gənc yazarların kimin qələmi bu qələbəyə uyğundur? Sizin fikrinizcə? Gənc yazarlar, bilmirəm gənc neçə yaşdır. Elə hamımız gənci. Ümumiyyət deyirəm yəni. Məsələn, Şərif Ağ var, gözəl yazıcıdır. Yaza bilər. Yazı Polad Həşimov haqqında, Raqif Orucov haqqında üzr istəyirəm. Gözəl bir əsər yazıbdır, təqdimatda olubdur. Akşin Yenisey istəsə yazar. Yəni, onun o gücü var, qabiliyyəti var. Hamı, gənclər hamı yaza bilər. Bayaq deyirsiniz ki, musiqi, peşəkar musiqiçi az daxı, bəstəkar az daxı. Diplom cibində olmaq peşəkarlıq deməkdir. Cibində diplom olmaq, yazıçılar tüfəniz olmaq, yazıcı olmaq, şair olmaq deməkdir. Tuarıq konservatoriyanın olub bəstəkar, amma deyil də, bəstəkarlıq təmiz başqa bir şeydir. Yazıçılıq, şairlik, o da təmiz başqa bir şeydir. Yəni, musiqinin də gücü ayrıdır. Məsələn, görürsünüz, ölən uşaqların çoxu oxu-oxu ölür. Ya Xudayar deyirik ki, Xudayar öz əslində elə xanəndəlik var, amma gözəl oxudu. Ya ondan başqası, təhcə Xudayar çox məşhurlaşdı da, başqaları da oxuyublar, gözəl də oxuyublar, filan eləyiblər. Onlar özlərini köylüyürdülər, ölümə köylüyürdülər, bildinizmi? Və qələbəyə. Şəhid olmağa köylüyürdülər, qələbəyə köylüyürdülər. Oxumaq insana ruh verir, musiqi insanı yaşadır. Nə deyim var? Bir misal bayaq deyim onu təkrar edeyim. Dedim, Rey çıxartdı Əkbər müəllimin oğlunu. O Reyin qucağında öldü. Çıxartdı, döyüş meydanından çıxartdı. Mən doluda onun sözüdür. Deyir, mən qız görmədim. O həmişə Rey deyirmiş ki, kimi sevirsən? Deyərəm. Və öləndə ölür. Rey deyir, və o qızın adı nədir? Kimi sevirdin? O görüb ölür, onun adını deməmişdi ki, namusuna sığışdırması qızın adı çıxır. Bildiniz? Belə olanlar şəhid olublar. Mənsum mahnıları, vətənpərvərik. Aciz elm, cip-cip cüzələrin də vətənpərvərik mahnısı. Ən böyük. Yəni, vətənpərvərik, asım, vurdum, kəstim, Türkiyə olub, o deyil təkcə. Yəni, ən adi bir mahnı da, ən adi bir musiqi də və xarım çalanda o dediyim yer mənim üzrüdür. Yəni, bunlar hamısı vətənpərvərlikdir. Vətənpərvərlikdir. Sən müharibə haqqında film yalnız açıq kəsmək deyil. Yalan filmində açıq kəsmək yox. Böyük filmi deyil. Amma ruh var. Ruh var orada. Yəni, təkcə müharibə döyüş mütləq lazımdır. Qələbəmizi göstərək ki, bunların anası nə dərə ağlatmış bu düşməni. Bunu göstərməliyik. Amma bütün filmi də ta müharibə filmi eləmək. Bastı, vurdu, kəsdi, tank attı. Yəni, Azərbaycan filmdə bu mənada ki, filmdə adi bir şey, adi bir, nə bilim, nəsə vətənpərvərlikdir. Sən yerə düşmüş çörəyi öpüb gözü üstə qoy, yolun qırağında büründü yerə qoysan, o da vətənpərvərlik. Demək, vətənpərvərlik xırda məqamlardan toxunan bir hissdir. Böyle oradan gələr, çıxar, gedər zəfər olar, gedib Şuşada. Mən bir söz demişdim, Allah'ın yazı gəldi görünür. Mən 30 ildir yazıram ki,
Şuşada Azərbaycanın gimni çalınır. Azərbaycanın bayrağı qalxanda, qaldırılanda ürəyim ona dözmür, sevinci, ürəyim partlayıb öləcəm. Mən ona inanmışdım. Ona ötürü Şuşadır bu. Bayraq qalxdı, himn çalındı. Tamından böyük arzu da yoxdur, gün də yoxdur. Allah'ın yazı geldi öldürmedi ama ağladım. Böyle köyrəldim falan. Ben diyorum ki... Rəmin, baxın, bəstəkarlardan danışdıq, mahnılardan danışdıq. Kinolarda, kino incəsənətində kim bu yükü daşıya bilər, kim o məsuliyyəti üzərinə götürə bilər? Vaqif Mustafayev indi çəkib Fəryad 2-ni. Başqa kimlər var gənclərdən? Aktyorlar mı var? Yəqin ki var. Onu deyim ki, yəni bütün o rejissorların, senaristlərin, böyük kino xadimlərin sözüdür ki, film olmaq üçün əvvəlcə, təbii ki, film Aqil mənim deyil ki, rejissorun məhsuludur nəticə olaraq, amma film olmaq üçün yaxşı senari lazımdır. Hekayə olmalı. Senari olmalıdır. Senaridə o detallarda gizlidir. Bayaq Əkbər müəllim və oğlum hadisəsi danışdı Aqil müəllim. O filmə, senariyə gözəllik, detal, yəni bir xüsusiyyət qatır, bir mükəmməllik qatır. Bununla bağlı bizim müxtəlif, yəni mexanizm belə təşkil olunub ki, Mədəniyyət Nazirliyinin kino şöbəsində artıq bir ildən çoxdur, bir ildən artıqdır. Müsabiqələr şəklində, biz müxtəlif müsabiqələr şəklində yaradıcı şəxslərdən layihələri toplayırıq. Onlar seçilir, ələnir, yəni müxtəlif mexanizmlərdən keçir. Münsiflər heyətinin rəyi nəticəsində ən yaxşılar qalib olur və bu yaxşılar çəkilir. Təbii ki, bu əsas senari dəyərləndirilir burada. Bizim növbəti, məsələn, bu yaxınlarda elan olmağa nəzərdə tutulub, sırf Qarabağla bağlı, Zəfərlə bağlı senari müsabiqəsi nəzərdə tutulub, tam metrajlı senari müsabiqəsi. Burada biz təbii ki, dediyiniz gənc senaristlər də, yaşlı senaristlər də, kimin əlində məhsulu var, onları təqdim edəcəklər. Onlar baxılacaq, seçiləcək və ən mükəmməli, ən yaxşısı, ən dəyərlisi təbii ki, istehsal olunacaq. Bundan başqa, bu yaxınlarda, yəni bir ildə artıq anonslar verildi ki, Türkiyə ilə müştərək olaraq Qarabağla bağlı tam metrajlı böyük döyüş filmi çəkilmə, necə deyirlər, müzakirələr aparılır. Artıq müzakirələrin sonuna çatıb, may ayının ortasına doğru artıq yaradıcı heyət elan olunacaq, Türkiyənin hansı istehsal şirkəti ilə yaradıcı heyət kimlərdən ibarətdir və əsasən yaradıcı heyət Azərbaycandan ibarət olacaq. Azərbaycan kinematografçıları olacaqlar. Bunun üzərində işlər gedir və dediyiniz gənclərdə, gənc rejissorlar, senaristlər çoxdur, ölkədə çoxdur. Yəni, Aqil müəllim dediyi kimi, hər bir kəsin, hər bir sənətkarın öz düşüncəsindən, təxəyyülündən olan məhsuldur senariyədə. Bu senarini Qarabağ mövzusunda da yaza bilər, elə bir məişət mövzusu yaza bilər ki, onun arxa fonunda hadisələr cəryan edə bilər. Tək döyüş filmi olmasın. Aqil müəllimin sözünə qüvvət. Bu, adi bir hekayə də ola bilər. Adi məişət bir hekayəsi ola bilər. Romantik bir sevgi hekayəsi ola bilər, amma zəfər haqqında. Yəni, zəfər orada olmalı. Ailədən kimsə gedib iştirak edib müharibədə. Ona görə də istər-istəməz əlaqələnəcək. Biz onsuz da çox üzr istəyirəm. Hər bir filmdə, yəni, yetəri qədər filmlərin öz qəhrəmanları var ki, hansı ki bizim yaddaşlarımızda qalıb, hansı ki onların sözləri, hərəkətləri, biz onları yəni fikirləşib, düşünüb, filan qəhrəman filan filmdə elə bir qəhrəman varmı, elə bir aktyor varmı ki, mən filmdə bu aktyoru çəkərdim ki, o məhz bu rolu canlandıra bilər və yaddaşlarda qala bilər bu obrazıyla. Varmı elə bir aktyor? Əlbəttə, aktyorlarımız çox dəyərli sənətkarlarımız var. Bu film ümumiyyətlə elə proses, məsələn, bayaq Aygün xanımdan soruşdunuz, hansı filmlə bəstələmişsiniz, hansı filmlə bəstəkar kimi çalışmışsınız. Yəni, istehsala buraxılan hər bir film sonunda rejissorun məhsulu olduğu üçün yaradıcı şəxslərin seçiminə, yaradıcı heyətin formalaşmasına rejissor qərar verir. Məsələn, mən bu tipli bir musiqi istəyirəm filmdə və filan bəstəkarla çalışmaq istəyirəm, filan aktyoru rola görə təbii ki, senariyə uyğun olaraq seçir. Dəyərli aktyorlarımız, dəyərli sənətkarlarımız çoxdur. Bütün sahələrdə, yəni kinematografiyanın bütün sahələrində rejissorlarımız, Elxan Cəfərov, məsələn, Dolu filmini mükəmməl şəkildə ekranlaşdırdı. Ondan sonra Yarımçıq xatirələr var idi. Orada da müəyyən şəkildə həm 2-ci Dünya müharibəsinə, həm Qarabağ müharibəsinə toxunmuşdur. Belarusiya ilə müştərək bir iş idi. Bəli. Yəni, sənətkarlarımız çoxdur. Onları filmə, senariyə uyğun olduqca, aktyorsuz əsas aktyor nəzərdə tutulursa,
rejissorun qərarı ilə seçilir. Onlar kastinglə müəyyən, kastingdən keçir, müəyyən eləmələrdən keçəndən sonra. Ad çəkmədiniz, amma fikri bildirdiniz. Demək istəyirəm. Buyurun, buyurun. Siz deyirsiniz. Deyirsiniz ki, qəhrəman olmur. 10 il bundan qabaq çəkilib dolu filmi. Məmməd Səfiyə heç kəs Məmməd Səfa demir, komandir deyir. Bütün Azərbaycanda komandir deyir. Rızıya heç kəs Rıza demirlər, Drakon Ay deyirlər. sağ olun. Elvinə heç kəs Elvin demir, Pərək deyir. Bütün Azərbaycanda yazışmalar, görürsən məqalə yazırlar, Şamilə müəllim deyirlər. Görürsən məqalə yazılanında yazmır Rıza, deyir Drakon bunu dedi, bir nəsi. Hətta sosial şəbəkədə. Yəni Mixailov, Arif yaddaşlarda onların da aktör gücünün hesabınadır onlar. Özdə Rıza aktör deyil. Rıza dövlət məmurudur. İşləyirdi Naxçıvan nümayəndəliyində. Bir müsibətlə onu xahiş elədik, gəldi. İndi Rıza özü rejissordur, getdi. Türkiyədə oxudu. Hollywood məktəbi. Görün necə sevdirmişsiniz siz. Məktəbi oxudu. İndi özü yəni onu demək istəyirəm ki, aktyor seçimi rejissorun, məsələn, Elvin rejissor köməkçisi idi Doluda. Buna deyirlər, bir dənə pərək da. Düşür, gedir, gətirir. Elxan deyir, yox. Axırda deyir, gəl səni çəkim elə, sən elə. Pərək sən, onu çəkim. Yəni o yoxudur, casting sizasız çəkim onu. Deyir, elə pərək sən var. Yəni o tutmaq, tutarsan gərək. Yaxud da ki, deyək, hər hansı, məsələn, fəryat deyirik, yalan deyirik, yalanın qarına gözəl oynayır. Əlbəttə. Adam çaşır qalır. Bu rejissor işidir. Kino rejissorun işidir, operatorun işidir. Operator, rejissor. Bir də kino bəstəkarın işi. Bir də Doğulu filmi, dünyada yeganə filmdir ki, filmin axırında yazılmır filmin sonu. O onu yazmıyor. Filmin sonu. Çünki bu film sona çatmır. Bəli, ardı var. Ardı var. Onu o səfər... Biz sizdən də o filmin ardını gözləyirik. O yazmışam, Allah yazmışsınız. Nə gözəl. Ay inşallah. Bu məqamda təşəkkür eləmək istəyirik sizin hər birinizə. Çox sağ olun ki, gəldiniz. Zaqil müəllim, çox sağ olun. Ramil müəllim, çox sağ olun. Yüksəm, çox sağ olun. Məsud müəllim, xüsusi təşəkkürümüz və sonunda sizdən bir ifa xahiş eləyəcəyik. Bəli, musiqiçilərimizə təşəkkürümüzü bildiririk. Elçin, Elnur, çox sağ olun. Var olasınız. Biz tamaşaçılarımızla sağollaşaq. Çox sağ olun ki, bizə baxdınız. Biz sizinlə yenidən görüşərik. Bəli, sabah bərabər olacaq yenə də. Ne bilin adını bir
desinler ay qaçar nə bil Həcər gözündən ay qoçar nə bil Qoy sənə desinlər ay qaçar nə bil Həcər gözündən ay qoçar nə bil Yayda Qarabağın seyrinə çıxsan amma Şuşada bir qonaq qalmasan olma Çıxıb axşam üstü Çıxıb axşam üstü cıdır düzünə Vaqifine könlünü almasan